Salam dostlar, adım Cəbraildir. Mühasibə sahəsində 25 ilə yaxın iş təcrübəm var. Onun 10 ilə yaxınını baş mühasib kimi fəaliyyət göstərmişəm. Yəni istehsalat, tikinti, satış, xidmət, ən çox da tip sahəsində baş mühasib kimi fəaliyyət göstərmişəm. Digər dönəmlərdə də mühasib kimi fəaliyyət göstərmişəm. Bugünkü gündə də mühasibatdan praktiki təlimini tədris edirəm. Yəni öz təcrübəmə, öz bilik bacarığıma istinad edərək tədris edirəm. Mən bu arada sizə qısa bir məlumat vermək istəyirəm. Bugünkü gündə praktiki mühasibatlıq təliminə çox zərurət var. Mühasibləri nəzərdə tuturam. Bu zərurət nədən irəli gəlir? Yəni qısa tanışlıq verə-verə sizinlə söhbət edəcəm. Zərurət nədən irəli gəlir? Çünki mühasiblər biri xəzinə mühasibdir, tutaq ki, kassirdir. Biri tikinti sahəsi üzrə, tutaq ki, mal material üzrə mühasibdir. Bir digəri tutaq ki, xaricdən mal ithal olunur. İthal olan malların kalkulyasiyasını işləyir böyük şirkətlərdə. Yəni bu səbəbdən də mühasibatlığın hər tərəfini bilmək kimi bir şansları olmayıb. Onu bilmək üçün gərək realda işləyəsən. Yəni mən qismət olub realda işləmişəm. Ona görə də mən də bu real, yəni praktiki biliklərimə əsaslanaraq tələbələrə tədris edirəm. Kim mənim təlimə qoşulmaq istəsə, mən əlaqə nömrəmi deyirəm. 070 437 11 17 070 437 11 17. Eyni zamanda Bircə 803 proqramı üzrə tədris keçirəm. Bununla da tanış edəcəm, slaytı göstərəcəm sizə. Yəni bunun üstündə çox dayanmayacağam. Əsas mənim bugünkü təlimdə məqsədim sizi PMS, yəni peşəkar mühasibə sertifikatı imtahanında düşən bir məsələnin, yəni bundan sonra hər həftədə azı 2 dənə 10 ballıq məsələ İnşallah onun köməyindən həll edəcəyik sizinlə bir yerdə. Öz praktiki mühasibatlıq təlimlərlə bağlı da ona da ayrı bir vaxt ayıracağım. Bugünkü bir də dostlar, bugünkü təlimimiz muzlu işdən gəlir əlaqədar olacaqdır. Bir də bir şey xatırladım ki, mən PMS üzrə, yəni peşəkar mühasibə sertifikatı üzrə təlimçi deyiləm. Yəni bu sahədə kifayət qədər təcrübəli müəllimlər var. Bunlardan biri, bəlkə də birincisi də Tural Abbasovdur. Xüsusən qeyd etmək istəyirəm. Yəni mən də bugün sizlə muzlu işlə əlaqədar gəlirim. Bir də 10 ballıq məsələni həll edəcəyik praktik olaraq sizinlə bir yerdə. Keçdik. Deməli, muzlu işdən gəlir deyəndə ilk öncəliklə təbii olaraq alıcısına gəlir əmək haqqı. Yəni əmək haqqı müqaviləsi üzrə gəlirlər. İlk növbədə əmək haqqından gəlirdi. Ondan sonra deyir ki, bu işdən alınan hər hansı ödəmə və ya fayda. Bu nə deməkdir? Tutaq ki, işçi hansısa bir sahədə, tutaq ki, elektronika sahəsində işləyir. Orada müəssisə ona 1000 manat dəyərində olan hansısa bir avadanlığını deyim, kompüterin ona 800 manatı təqdim edib. Burada 200 manat avtomatik olaraq işçinin muzlu işlərin gəliri sayılır. Digər bir misal da çəkim. Tutaq ki, işçi bankda işləyir, bankın əməkdaşıdır. Yəni bankın əməkdaşı olduğuna görə bank işçisinə banklar arası
həracda olan dərəcə 6 dərəcə ilə olan bir krediti işçisinə 4% dərəcə ilə verir. Onda 2% dərəcə avtomatik olaraq işçinin gəliridir. Digər bir misal da çəkeyim. İşçi tutaq ki, hansı bir özəl klinikada işləyir, olan əməkdaşıdır. Özəl klinikada ona hansısa bir əməkdaş olduğuna görə, prosedura görə mi deyim, hansısa bir əməliyyata görə mi göstərdikləri xidmətdən 50% elə biçimdə güzəşt edirlər. Bu 50% də işçinin muzlu işdən gəliridir. Ancaq orada azad olma var, yoxdur. O başqa bir mövzudur. Ona da inşallah toxunacağıq. Biz bugünkü dərsimizdə sırf gəlirə fokuslanırıq. Sonra əvvəlki iş yerindən gəlir. Buna aid də öz məntiqimlə bir misal çəkim. Tutaq ki, işçi işdən çıxıb, yəni işçinin əmək müqaviləsində xitam verilibdir. Xitam verilən kimi o işçi bu müəssisənin əməkdaşı sahibi, düzdürmü? Ancaq sonra ona son haqq hesablanır, vurur kartına, internet bankı vasitəli son haqq hesablanır. Vurursa onun əvvəlki iş yerindən gəliri hesab edə bilərik. Sonra gələcək muzlu işdən alınan gəlir. Buna da məntiqimlə bir misal çəkeyim. Tutaq ki, işçi təzə işə daxil olubdur. Onun hələ əmək haqqı almaq kimi bir statusu yoxdur. Tutaq ki, 5 gündə işə qəbul olubdur. Ancaq müəssisə ona hansısa bir zərurətləri gəlir, xərcini qarşılamaq üçün müəyyən məbləğdə vəsait ödəyir. Bunu şamil eləmək olar bu sferə. Yəni, mənim məntiqim belə deyil. Ola bilər ki, bir başqa yoldaşlar da digər misallar gətirər. Ancaq ki, detallar real misalı həll edəndə qarşımıza çıxacaqdır. Başlayaq dostlar, vaxt itirmədən məsələmizin həllinə başlayaq. Deyək ki, neft-qaz sektoruna aid edilən müəssisənin işçiləri üzrə hesablaşmalar aşağıdakı kimi olmuşdur. Cari ay üzrə 20 iş günü mövcuddur. Görək bizdən nə istəyir? Bizə deyir ki, rezident müəssisənin işçilərinin cari ay üçün aylıq gəlirlərindən hesablanmalı olan muzlu işlə əlaqədar gəlir vergisinin məbləğini müəyyən edin. Burada ola bilərdi ki, muzlu iş sözü yazılmasın dostlar. Burada ola bilərdi ki, gəlirini müəyyən edir. Onda bizim qarşımıza çıxanda tutaq ki, qeyri-sahibkarlıq fəaliyyətindən də gəlir ola bilər də. Muzlu iş də gəlir ola bilər. Hamısını daxil edəcək. Amma burada bizə ancaq muzlunu istəyir deyə biz deməklə muzlu işdən gəlirə fokuslanacağıq. Başladıq məsələmizə. Deyək ki, işçi müəssisədə əsas iş yeri üzrə audit vəzifəsində çalışır. Onun vəzifə maaşı 6500 manat təşkil edir və tam iş günləri işləmişdir. 6500 manat nədir? Avtomatik işçinin gəliridir. Düzdürmü? $6500 manatı da qeyd edirəm. Bunu hazır şəkildə nə yazmışam ki, yəni ki, sizin də yormayım, çox vaxtınızı almayayım, sizə də bir faydası olsun. Yəni, sonra deyir ki, işçi şəhid statusu almış şəxsin atasıdır. Vergi məcəlləsi 102.1-1-ci maddə. Baxırıq. 102.1-1-ci maddə nə deyir? Deyir ki, şəhid statusu almış şəxslərin valideynlərinin. Burada da aydın məsələ birinci cümlədən görsənir ki, şəhid statusu almış şəxsin atasıdır, yəni valideynidir. Sonra dul arvadlarının və övladlarının hər hansı muzlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaddır. Yəni 800 manat burada azad olması var. Bu cədvəldə də azad olma bölməsi var. Görürsünüz dostlar. 800 manat azad olmaya yazır. Bunu qeyd edir.
Sonra nə deyir bizə? Deyir ki, işçinin himayəsində 3 nəfər 18 yaşına çatmamış uşaq vardır. Vergi məcəlləsi 102.5-ci maddə. Yəni ki, ola bilərdi ki, himayəsində 3 nəfər uşaq öz evladı da ola bilər. Yəni ki, kənar hansısa bir uşaqları ona evladı olmayan uşaqları da himayəsinə götürübdür. Onu da yəni bu azad olma orada da şamil edir. Yəni bu biraz geniş azad olmadır. Ola bilər ki, 2 nəfər uşaq var, bir nəfər də həyat yoldaşı işləmir. Onu da şamil eləmək olar. 3 nəfər. Ola da bilər ki, 2 nəfər uşaq 18 yaşındadır, bir nəfər uşaq 23 yaşındadır. Ancaq 23 yaşında olan uşaq baxmayaraq ki, 18 yaşında deyil, 18 yaşını keçibdir, tələbədir. Onu da şamil eləmək olar. Ola da bilər ki, 2 nəfər uşaqdır, bir nəfər də tutaq ki, anasıdır. Anası təqaüd almır, himayədədir. 3 nəfər oldu. Onu da daxil eləmək olar. $50 manatda ona görə azad olma buraya yazırıq. Sonra deyir ki, dostlar, işçinin mənzil kirayə xərcləri görürsünüz. Yenə qarşımıza çıxır detallar. Deyirdim, burada detallar çoxdur. Bunda detallar çoxdur. Yenə qarşımıza çıxır. Deyir ki, işçinin mənzil kirayə xərcləri üçün hər ay müəssisə tərəfindən işçiyə 400 manat olmaqla norma daxilində vəsait ödənilmişdir. 400 manat norma daxilində vəsait ödənilmişdir. Əgər bu desəydi ki, normadan artıq tutaq ki, vəsait ödənilmişdir, normadan tutaq ki, 200 manat artıq vəsait ödənilmişdir, onda avtomatik olaraq 200 manatı işçinin bura dostlar gəlirinə yazacağıq. Amma bu norma daxilində olduğuna görə daxil eləmək. Norma daxilində mən bir misal çəkə bilərəm. Belə deyim də, burada mənzildir. Digər bir misal da çəkə bilərəm. Tutaq ki, norma daxilində işçilərə yemək pulu Nazirlər Kabineti tərəfindən ayrılır ki, gündəlik 5 manat norma daxilində müəssisə işçisinə yemək pulu ayıra bilər. Ola bilər ki, hər hansısa işçi deyir ki, 5 manat yox, mən 7 manatlıq yemək istəyirəm. Onda 2 manat işçinin muzlu işdən gəliri sayılacaq avtomatik olaraq. Sonra deyir ki, həmçinin işçinin ikinci ali təhsili üçün 1200 manat təhsil haqqı xərci işçiyə ödənilmişdir. Görürsünüz, növbəti bir detal, nə qədər detallar var, qarşımıza çıxdı. Həmçinin işçinin ikinci ali təhsili 1200 manat, bunu da qeyd edeyim. 1200 manat da yenə işçinin muzlu işdən gəliridir, dostlar. Bunu da qeyd edelim. Deyir ki, sonra işçinin əvvəlki aylarda iş yerindən götürdüyü və cari aya 600 manat olaraq qalmış borc isə işə götürən tərəfindən ona bağışlanmışdır. Dostlar, bu ən çox bunların hamısını yəni bizi yanıltmaq üçün salmış məsələlərdir, şeylərdir. Burada həmişə bir detala fikir vermək lazımdır ki, əgər işçiyə 600 manat müavinətdir, mükafatdır, bax belə qarşılaşırsa, onlarda azad olma yoxdur. Ancaq tutaq ki, burada desəydi ki, bizə 600 manat hədiyyə verilibdir, ona görə hədiyyədə azad olma vardır, ona başqa cürə yanaşacaqıq. İndi qarşımıza 10 misalda çıxacaq. 600 manatı da qeyd edirik. Sonra eyni zamanda müəssisənin əməkdaşlıq etdiyi bank tərəfindən işçiyə bankla müəssisə arasında uzun müddətli görürsünüz əməkdaşlığına görə
əməkdaşına töhfəsi səbəbindən ay ərzində 500 manatlıq məbləğində mükafat verilmişdir. Baxın dostlar, bu qeyri sahibkarlıq gəliri mən yazmışam. Yəni sizin qarşınıza çıxmayacaq. Bunu özünüz bilməliyik. Baxın, mən ona görə ilk başlayanda bunu istinad elədim. Baxın, görürsünüz, burada deyir ki, muzlu. Bizə nə istəyir? Muzlu istəyir. Burada əgər muzlu istəməsəydi, ümumi gəlirini istəsəydi, biz qeyri-sahibkarlığı da burada daxil edəcəkdik gəlir kimi. Amma bizdən muzlu istədiyinə görə bu 500 manatın da muzluya aidiyyatı olmadığına, qeyri-sahibkarlığın fəaliyyətinə aidiyyatı olduğuna görə onu burada daxil eləmirik. Sonra biz bunun hesablanmasını aparırıq dostlar. 6500, 1200, bir də 600 bunların toplamını eləyir 8300 manat. Baxın, 6500, 1200, 600. 8300 manat ümumi gəlirdir. Bunu da rəngləyirik. 850 manat azad olması var. Bunu da rəngləyirik. İndi gəlirik bunun hesablanmasına. Bu qrafa, muzlu işdən gəlir vergisi o cümlədən yazılan qrafadan hesablanması gedir. Görürsünüz, 8300 manat, həmən bu 8300 manat, çıxmışıq 850 manat, eləyir 7450 manat. 7450 manat da 2500 manatdan yuxarı olduğuna görə avtomatik olaraq 7450-dən çıxır 2500-ü, yəni muzlu işdən hesablama qaydasını, əmək haqqı hesablama qaydasını bilən yoldaşlar üçün bu yəni adi bir haldır, yəni gündəlik rastlaşda bir haldır. Çıxır 2500 vur 25%-ə, üstə də gəlir 350 manat. 350 manatda bilirik ki 2500 manatın 14%-dir. 1587 manat 50 qəpik. Baxın, beləcə bunu da həll eləmiş olduq birincinin. Sonra keçdik ikinci işçi üzrə. Deyək ki, dostlar, işçi müəssisədə əsas iş yerinizdə baş mühasib vəzifəsində çalışır. İşçinin atası döyüşlərdə iştirak etmiş və sonra vəfat etmiş döyüşçüdür. Vergi məcəlləsi 102.2.5-ci maddə. Baxaq. 225-ci stranisada deyir ki, burada nə deyir? Deyir ki, həlak olmuş yaxud sonra vəfat etmiş döyüşçünün şəhid statusu almamış şəxslərdən istisna olmaqla dul arvadlarının və övladlarının, burada da övladlarının, burada da kimdir bu? Əsas iş yerinizdə atasıdır, atasıdır. Burada bunların 400 manat azad olması var. Evlatlarının 400 manat azad olması var. Bu da valideynin olduğuna göre 400 manat azad olması var. Burada komponent çoxdur dostlar. Deyir ki, aşağıdaki fiziki şəxslərin hər hansı muzlu işdən vergi tutmağına gəlir 400 manat məbləğində azaddır. Bunlardan biri də budur. Həlak olmuş yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının və övladlarının. Bu da burada atası da olduğunu 400 manat burada azad olması var. 400 manatı da qeyd edirik. Qeyd elədik. Getdik növbətiyə. Deyək ki, işçinin vəzifə maaşı 6000 manatdır. 6000 manat. İşçinin vəzifə maaşı 6000 manatdır. Baxın, 6000 manatdır burada. 6000. İşçi ay ərzində 16 iş günü işləmişdir. 6000 manat olanda 6000'i bölür 20'ye vururuq 16'ya. Baxın, elə eləmişik. 6000'i bölür 20'ye vururuq 16'ya. 4800 manat yəni ki, bunun gəliridir. 4800 manat. Ondan sonra nə deyir?
4 iş günü ödənişsiz məzuniyyətdə olmuşdur. Aha, lap yaxşı. Bunu da qeyd edirik. Sonra deyir ki, ilin əvvəlinə qalıq dəyəri 2000 manata olan notebook müəssisə tərəfindən cari ay ərzində işçiyə 1000 manata satılmışdır. Görürsünüz dostlar, bununla bağlı detallar çox çıxır. Yəni ki, baxın, bu hissə ilə bağlı detallar, işdən alınan hansı ödəmə və ya fayda. Bu işçinin faydasıdır. 2000 manata olan notebook 1000 manata təqdim edilir. Sonra nə deyir? Deyir ki, təqdim etmə tarixində notebook'un bazar qiyməti 3200 manat olmuşdur. Göz, bunu mən qeyd eləmişim. İş yerindən faydadır. Bunu da rəngləyirəm. Burada nə edəcəyik? Baxın dostlar, 3200 manat olmuşdur. Təqdim etmə tarixi notebook'un bazar qiyməti 3200 manat olmuşdur. Amma 1000 manata təqdim edilmişdir. Burada işçinin gəliri 2200 manat, işçinin gəliridir. 3200 manat çıxırıq 1000 manat. Yəni məsələni həll edəndə də maksimum çalışmaq lazımdır, qeydiyyatlar aparmaq. Ola bilər, hardasa bir texniki səhv eləmirsən. Orada ekspertlər buna baxırlar ki, sənin tutduğun yol düzgündür, baxmayın, hansısa bir texniki səhv eləmirsən, bunu nəzərə alırlar. Getdik. Sonra deyir ki, əlavə olaraq işə götürən tərəfindən işçiyə ad günü münasibəti ilə cari ayda 5000 manat dəyərində qiymətli saat hədiyyə edilmişdir. Vergi məcəlləsi 102.1.3.4-cü maddə. Baxaq. Deyir ki, dostlar, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardım bir dəfəlik müavinətlərinin dəyərinin 2500 manata olan hissəsi. İndi burada başqa detallar var, onlara yanaşmıram. Çünki bizdə burada istədiyi hədiyyənin dəyərinin 2500 manata olan hissəsi. Biz orada nə edirik? Avtomatik gəlirə 5000 yazırıq. 5000 gəliridir. Maddi vergi məcəlləsinin bu 102.1.3-cü maddəsinə istinad edilərək 2500 manatı azad olmaya yazdıq. Sonra deyir ki, işçiyə cari ay ərzində verilmiş 850 manat təhtər hesab vəsaitin 650 manatlıq hissəsi xərclənməsi ilə bağlı təsdiq edici sənədlər iş yerinə təqdim edilmiş. Vəsait xərclənməmiş, digər hissəsi isə qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmamışdır. Deməli, 850 manat vəsait veriblər, onun 650 manat xərcləyibdir. Yəni, 650 manat xərcləyibdir, 850 manatı tam xərclənmədiyi barədə bir sənəddə təqdim eləməyibdir. Onda nə edir ki, o avtomatik 200 manat, 850-dən çıxırıq 650-ni, 200 manat işçinin gəliri olacaq. Görürsünüz, növbəti bir detal qarşımıza çıxdı. Onu da beləcə yekunlaşdırmış olduq. Bunlar cəmləyəndə dostlar, baxın 4800, 2200, 5000, bir də 200. Bunların toplamı 12200 manat. 12200 manat. Azad olması da dostlar 400, bir də 2500 manat. Bunu da toplamı 2900 manat. Burada baxın 12200-dən çıxırıq. 2900 qalır, 9300. 9300-dən də çıxırıq 2500 manatı. Vuruq 25%. Bu 2500-dən çox olduğunu görə də əmək haqqı hesablama qaydasıdır. Üstə gəlir 350 manatda bildiyimiz kimi 2500 manatın 14%. Bunlardan baxın 9300 çıxılsın 2500 vursun 25%, üstə gəlir 350 manat. Bu deyilir 2050 manat. İkinci işçiyi də yekunlaşdırdıq dostlar. Keçdik üçüncü işçiyə.
Üçüncü hissəyə keçdik. Deyir ki, işçi müəssisədə əlavə iş yeri üzrə mütəxəssis vəzifəsində çalışır. İşçi müharibə veteranıdır. İşçi müharibə veteranıdırsa, dostlar, bayaq dediyi müharibə veteranıdırsa, onun 400 manat azad olması var. Ancaq ki, bu azad olmalar. Yadda saxlayaq dostlar. Bunlar hamısı çaşdırıcı məqamlardır. Və imtahan vaxtı ən çox bunlar çaşdırır. Burada dostlar, əlavə iş yeri olduğuna görə 400 manat azad olma bura şamil edilmir. Əgər bu əsas iş yeri olmuş olsaydı, o şamil edilərdi. Burada da yenə mən özüm qeyd eləmişəm. 400 manat olsa da əlavə iş yeri olduğuna görə şamil edilmir. Ona görə biz o 400 manatı şamil eləmirik. Belə deyim də, ordenlə deyim, görməzdən gəlirik. Və onun vəzifə maaşı 4400 manatdır. Əgər güzəşt hansısa bir güzəşt qarşımıza çıxsa, onu şamil edəcəyik azad olmaya. Yəni ki, azad olmaya güzəştlərin aidiyyəti var, azad olmanın aidiyyəti yoxdur. Əlavə iş yerinə, əsas iş yerinə aidiyyəti var, azad olmaların. 4400 manat da gəlirə yazdıq. Baxın dostlar, 4400 də gəlirə yazdıq. Ondan sonra peşəkarlıq səviyyəsi nəzərə almaqla işçiyə cari ay ərzində vəzifə maaşı 40% həcmində mükafat verilmişdir. Yəni ki, 40% həcmində işçiyə mükafat verilmişdir. Onu deməli baxırıq. 4400 manatın da 40%-i eləyir 1760 manat. İstəsiz hesablayarıq da. 4400-ü vururuq 40%-i eləyir 1760 manat. Gördüğünüz kimi 1760 manat gəlir də bura yazmış. Sonra dostlar, burada başqa bir məqama yaxınlaşırıq. Bunu qeyd edək. Baxmışım. Burada nə deyir? Deyir ki, işe götürən mütəxəssisə hesabat ilinin yanvar ayında, növbəti detal, görürsünüz nə qədər detallar qarşımıza çıxır bununla bağlı. Deyir ki, işe götürən mütəxəssisə hesabat ilinin yanvar ayında illik faiz dərəcəsi 5% olmaqla bir il müddətinə 12.000 manat su da verilmişdir. Görürsünüz, 5%. Həmin dövrdə banklar arası kredit həracında olan faiz dərəcəsi 8% olmuşdur. Burada avtomatik olaraq arada olan 3% işçinin uzun işlərin gəliri hesab olunacaqdır. Baxın dostlar, bunu mən belə kalkulator üzərində göstərəcəm sizə. Burada birbaşa yazmışam. Deməli 12.000'i vurduq 5%'e. Nə qədər? 600 manat elədi. 600 manatı yadda saxlayırıq. Ondan sonra 12.000'i vururuq 8%'e. Nə qədər dostlar? 960. Bundan da çıxırıq 600'ü. Nə qədər qaldı? 360 manat gəlir oldu. Düzdürmü? 300 bizə yanvar ayını istəyir. 360 da bölürük 12'ye. Bir ildə düşən gəlir nə qədərdir? Tapırıq ki 30 manat. Gördünüz mü 30 manat? 30 manatı da burada bu formada qeyd eləmişik. Ondan sonra dostlar getdik növbəti. Deyir ki, işçi müəssisənin təşkil etdiyi qanvermə aksiyasında iştirak etdiyi üçün ona müəssisə tərəfindən 150 manat kompensasiya hesablanmışdır. Verilmiş kompensasiyalar da bildiyimiz kimi
azaddır dostlar. Bu da azad olduğuna göre 150 manatı hem gəlirinə yazmışıq. Gözüm gəlirinə yazmışıq. Hem de azad olmaya yazmışıq. Deməli biz məsələmizi yekunlaşdırmış olduq. Ondan sonra dostlar 6000 üçüncü məsələ 6340 manat. Baxın 6340 manat. 6340 manat çıxır 150 manat. Azad olmanı çıxırır. Eləyir 6190 manat. O da 2500'den çox olduğuna göre çıxır 2500. Vuraq 25%. Üstə gələk 350 manat. Bunların da eləyir 1272 manat 50 qəpik. Tabi istəsəz bunu hesablaya da bilərik. Kalkülatorda bunu da hesaplayacağım ki tam əmin olasınız ki bizim hesaplamamız düzdür. 6190 manat dostlar. Bundan çıxırıq 2500 manat. Vururuq 25 faizə. Üstə də gələk 350 manat. 1272 manat 50 qəpik. Bununla da məsələmizi yekunlaşdırdıq dostlar. Bir də sizə tövsiyəm olacaqdır ki kalkulatordan, buradakı kalkulatordan maksimum istifadə edin. Digər kalkulator istifadə ümumiyyətlə bazardığınızda istifadə etməyin. Çünki imtahan vaxtı bu sizə görəcəksiniz ki faydası olacaqdır. Teşekkür ederim dostlar. Ümid edirəm ki sizə bir faydası oldu. İnşallah mən növbəti dəfədə planlaşdıracağım. Ola bilər yenə muzlu daxil edək və yaxud da ki gəlir vergisi, muzlu və gəlir vergisi, qeyri-sahibkarlıq və sahibkarlığa aid gəlir vergisi daxil edək. Oldu. Teşekkür ederim dostlar. Sağ olun.